Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə çox gözəl, dadlı piroq resepti paylaşıram. İki rəngli, fərqli, bol içlikli, üstü kövrək, içi yumuşaq, ağızda əriyən çox dadlı bir piroqdur. Hazırlanması da çox asandır. Mən ilk dəfə hazırladım, çox bəyəndim. Sizinlə də paylaşmaq istədim. İndi keçək piroqun hazırlanma qaydasına. Bunun üçün ərzaq qabına 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə 7 dolu xörək qaşığı şəkər tozu. Bir çimdik də duz əlavə eləyəndən sonra yumurta ilə şəkər tozunu yaxşı qarışdırıram. Alınan qarışıma 150 qram yumuşalmış kərə yağını əlavə eləyirəm. İstəyə görə kərə yağını margarinlə ya da 150 ml bitki yağı ilə də əvəz eləmək olar. Bir paketdə şəkərli vanil əlavə eləyib bu ərzaqları da biraz qarışdırıram. Qaba un töküb xəmir hazırlayıram. Unun hamısını birdən əlavə eləmirəm. Əvvəlcə bir hissəsini əlavə eləyirəm. Üzərinə də bir çay qaşığı qabartma tozu. Biraz qarışdırıram. Artıq çətin olduqda yenə qalan unu az-az əlavə eləyib əlimlə xəmir hazırlayıram. Xəmir üçün 3 dolu təpələmə stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Yumurtalı yağlı qarışımı unla biraz yoğurandan sonra üzərinə 2 xörək qaşığı da süd əlavə eləyib xəmiri yoğururam. Belə gördüyünüz kimi yumuşaq, yağlı bir xəmir alınır. Yoğurduğum xəmiri gözə yarı 2 hissəyə bölüb bir hissəsini başqa bir qaba qoyuram. Qalan ikinci hissəyə bir dolu xörək qaşığı kakao əlavə eləyirəm. Üzərinə də bir çay qaşığı süd əlavə eləyib kakaonu xəmirə qatıb yaxşı yoğurub kakaolu xəmir hazırlayıram. Kakaolu xəmiri də hazırlayıb keçirəm içliyi hazırlamağa. İçlik almalı, qozludur. Bunun üçün götürdüyüm 3 ədəd almanı qabığını soymuram, elə qabıqlı sütgəcin iri gözündən keçirdirəm. İstəyən qabığını soyada bilər, amma mən soymuram. Almanı tavaya töymüşəm, üzərinə bir çay qaşığı kərə yağı, 2 xörək qaşığı da şəkər tozu, çay qaşığının 1/3 qədər də darçın əlavə eləyib qaza qoyub almanı bişirirəm. Ara sıra qarışdırıram, əvvəlcə alma öz suyunu buraxır. Qazın orta xodunda tam hazır olana qədər qarışdırıb bişirirəm. İçliyi istənilən alma ilə hazırlamaq olar, istər qırmızı, istər yaşıl, fərqi yoxdur. Əlinizin altında nə varsa ondan hazırlaya bilərsiniz. Artıq demək olar ki, suyu çəkilib, suyu çəkiləndən sonra üzərinə xırda doğradığım qoz ləpəsini əlavə edib qarışdırıram. Bir dəqiqədə qoz ləpəsi ilə bir yerdə bişirib, qazı söndürüb ocaqdan götürüb qoyuram, qalır, tam soğuyur. Hazırladığım kakaolu kündəni götürüb un səpdiyim dəzgahın üstünə qoyuram. Yayıb yaymağa açıram. Xəmir yağlı olduğu üçün kənarlardan bir-birindən aralanır, ona görə narahat olmayın. Lazım olduqda kənarları bir-birinə sıxıb xəmiri bir-birinə yapışdırmaq olur, çox rahatlıqla da yayıb böyütmək olur. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Kvadrat şəklində təxminən uzunluğu 30 sm, eni 36 sm olan bir dörtkünc şəklində yayma yayıb açıram. Gördüyünüz kimi belə dörtkünc şəklində bir yayma yayıb açdım. Xəmir kəsəndən 3 hissəyə bölürəm. Böldüyüm hissələri videoda göstərdiyim kimi bişəndən sonra, piroq hazır olandan sonra üzərinə daha gözəl olması üçün belə xəmir kəsən alətlə sonacan ortasında kəskilər atıram. Tam sonacan kəsmirəm. Kənarlardan təxminən 1 sm endə saxlayıram. Hamısını eyni qaydada ortasında kəskilər atıram. Pişərkən xəmir bir-birinə yapışmasın deyə yumuşalmış kərə yağından doğradığım xəmirlərin üstünə çəkirəm. Hamısının üzərinə kərə yağı çəkirəm.
Bu şəkildə hazırlayıb qoyuram bir kənara. Keçirəm ikinci ağ kündəni yayıb böyütməyə. Yağlı kağızın üzərinə biraz un səpmişəm. Yağlı kağızın üzərində işləmək daha rahatdır. Xəmir yağlı olduğu üçün tez qırılır. Ona görə yağlı kağızın üzərində yayıb böyütmək daha rahatdır. Ağ kündəni də eyni qaydada yayıb böyüdürəm. Kənarları lazım olduqda əlimlə düzəldib eyni ölçüdə 4 gün şəklində bir yayma yayıb açıram. Onu da eyni qaydada 3 bərabər hissəyə bölürəm. Kəsdiyim ağ xəmir parçalarını kakaolu yağlamış olduğum yaymaların üstünə yerləşdirirəm. Çox rahatlıqla da 2 qatlayıb yaymaların üstünə qoyub açmaq olur. Hazırladığım üçlüyü 3 yerə bölürəm. Videoda göstərdiyim kimi yaymanın bir kənarından içlikdən əlavə eləyib sonacan içlik əlavə eləyirəm. Mən almalı içlikdən hazırladım, amma siz öz zövqünüzə görə cemli, bişmiş qatlaşmış südlə, şokolad yağı ilə də hazırlaya bilərsiniz. Əlinizin altında nə varsa ondan hazırlaya bilərsiniz. İçliyi qoyandan sonra bir tərəfdən başlayaraq rulon kimi üstünə gətirib bükürəm. Piroqu bişirəcəyim formanın içini bitki yağı ilə yağlamışam. Hazır içlikli rulonları formanın içinə qoyuram. Bir tərəfin ortasına gətirib öz ətrafında bükürəm. Çox əlimlə səliqəli bir şəkildə büküb belə yumru forma verirəm. Qalan ikisini də eyni qaydada rulon kimi büküb bir-birinin yanına yerləşdirib öz ətrafında fırlayıb kənar hissələrini birləşdirirəm. Sonuncu, üçüncünü də formaya qoyuram. Açıq olan hissələrini bir-birinə yapışdırıram. Sonda əlimlə üstündən bastıraraq formanın içi qədər genişləndirirəm. Bu şəkildə hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 30-35 dəqiqə bişirirəm. Piroq artıq bişib hazırdır. Gördüyünüz kimi çox yaxşı qabarıb. Naxışları itməyib, çox gözəl piroq alınıb. Tam soyuyandan sonra artıq kəsib süfrəyə vermək olar. Kəsək görək piroqun içərisi necə alınıb. 2 rəngli, bol içlikli, çox gözəl piroq alınıb. Biskvitli piroqlardan fərqli olaraq piroqun üstü biraz kövrək, xırçıltılı, içi yumuşaq olur. Ertəsi günü daha da yumuşaq, ləzzətli olur. Fərqli piroqdur. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın.